Salam əziz şagirdlərimiz, xoş gördük sizləri. Bugün sizlərlə İzə Nəşriyyatı 3-cü sinif riyaziyyat kitabından qaldığımız yerdən davam edirik. Əziz dostlar, bugünkü mövzumuz 3 rəqəmli ədədlərin toplanması, yeni onluğun yaranmasıdır. Toplama əməlində eyni mərtəbədəki rəqəmlərin cəmi 9 rəqəmindən böyük olarsa, bu zaman yeni onluq yaranır. Məsələn, baxalım. 1 yüzlükdür, 2 onluqdur, 8 təklikdir. Burada da verilibdir. Toplanır 2 yüzlük, 1 onluq, 4 təklik. Baxırıq, 8-in üstünə 4 yazsaq, neçə eləyir? 12. 2 yazırıq, 1 yadda. 2-nin üstünə 1, 3, 1 də yadda 4. 1-in də üstünə 2 eləyir 3. Neçə oldu? 342. İndi də baxalım çalışmamıza. Gəlin dostlar, baxaq çalışmamıza. Verilmiş toplama əməllərini həll edin. Cavablara uyğun şifrəli cədvələ yazaraq şifrələnmiş sözü tapın. Baxın uşaqlar, burada şifrəli sözü tapmalıyıq. İndi baxırıq. 245 üstə gəlirik 128. 5-in üstünə 8 gəlsək neçə eləyir? 13. 3 yazırıq, 1 yadda. 4-ün üstünə 2, 6, 1 də yadda 7. 1-in də üstünə 2, 3, 373. 373 haradadır? Buradadır. Hansı hərfdir? L hərfidir. 329 toplanıb 246. 6-nın üstünə 9 gəlsək neçə eləyir? 15. 5 yazırıq, 1 yadda. 2-nin üstünə 4, 6, 1 də yadda 7. 3-ün də üstünə 2, 5. 575. 575 haradadır? Buradadır. C hərfidir. Yazırıq ki, hərfimizi 387 üstə gələk 105. 7-nin üstünə 5 gəlir. Neçə eləyir? 12. 2 yazırıq, 1 yadda. 8, 1 də 9. 3-ün üstünə 1 gəldik, 4. 442. 442 haradadır? Əni yazırıq yerinə. 819 üstə gəlirik 125. 9-un üstünə 5 gələndə neçə eləyir uşaqlar? 14. 4 yazırıq, 1 yadda. 2-nin üstünə 1, 3, 1 də yadda 4. 8-in də üstünə 1, 9. Cavabımız neçə oldu? 444. Hansı hərfdir? T hərfidir. Baxağın indi bura. 467 üstə gələk 218. 8-in üstünə 7 gələndə neçə eləyir? 15. 5 yazırıq, 1 yadda. 2-nin üstünə 4 gələndə 6, 1 də yadda 7. 5-in üstünə 3 gələndə 8 yazırıq, 875. Hansı hərfdir? 875 V. Burada Z hərfimiz qaldı. 476, 67 üstə gələk 215. 8-in üstünə 7 gəlsək neçə eləyir? 15. 5 yazırıq, 1 yadda. 6-ın üstünə 1, 7, 1 də yadda 8. 4-ün də üstünə 2, 6. 685. 685 nədir? Z hərfidir. Yazdıq yerinə. İndi baxağım bura. 187 üstə gələk 409. 9-un üstünə 7 gəlsək neçə eləyir? 16. 6 yazırıq, 1 yadda. 8-in üstünə 0 gəlsək 8, 1 də 9-umuz var. 1-in də üstünə 4, 5 edir. 596. 596 haradadır? Yazırıq yerinə. İndi baxırıq bura. 217 üstə gələk 363. 7-in üstünə 3 gələndə 10, 0 yazırıq, 1 yadda. 1-in üstünə 6 gələndə 7, 1 də yadda 8. 2-in üstünə 3 gələndə 5, 580. 580 buradadır. Nədir? N hərfidir. Yazdıq yerinə. İndi baxağın 735 üstə gələk 158. 8-in üstünə 4 gələndə 12, 2 yazırıq, 1 yadda. 3-ün üstünə 5, 8, 1 də 9. 7-in üstünə də 1, 8, 892. 892 haradadır? Burada yazırıq. İndi baxırıq. 215 üstə gələk 467. 6-nın üstünə 7-nin üstünə 5 gələndə 2. 2 yazırıq, 1 yadda. 6-nın üstünə 1, 7, 1 də yadda 8. 4-ün sözü 2, 6. 682. Nə oldu? Gözəl vətən. İndi isə baxağın çalışma 2-yə ifadələrin cavablarını verilmiş model üzərində təsvir edin. Baxağın uşaqlar. 2, 3, 5. 235. Burada da 2, 3, 5. 235. 235-in üstə 235 gəlsə neçə eləyir? 470. Demək bura neçə oldu? 470 oldu. İndi baxırıq bura. 3, 2, 8. Toplanıb 2, 5, 3. 328 üstə gələk 250. Neçə eləyir? 581 eləyir. İndi baxırıq. 3, 2, 2, 4, 5. 325 üstə gəlirik. 2, 4,
7. 247. Neçə eləyir? 572. Baxırıq bura. 4, 1, 7. 417. Üstə gəlinib neçə? Baxırıq 3, 2, 4. 324. Cavab neçə olar? 741. İndi isə baxağın çalışma birimizə. 364-dən sonra cüt ədədlə 104-ün cəmi neçəyə bərabər? 364-dən sonra cüt ədəd deyirsə neçəni götürürük? 366-nı götürürük. 65 tək ədəddir. Üstünə də 104 gəlməliyik. Neçə eləyir? 470. Cavabımız hansıdır? D bəndidir. Baxırıq ikinci sualımıza. Baxağın uşaqlar, hər iki əşyanı alan alıcı cəmi nə qədər pul ödəməlidir? 845, üstə gəlirik 105. Neçə eləyər? 5-in üstə 5 gəlsək 0, 1 yadda, 4, 1 yaddamızda 5, 8-in üstə 1, 9, 950. Cavabımız hansı oldu? A bəndi 950. Keçirik üçüncü sualımıza. Baxırıq uşaqlar üçüncü sualımıza. Nə deyir? Şərtini ödəyən və sonu 7 ilə bitən ədədlərin cəmini hesablayın. 336-dan böyük, 156-dan kiçik olmalıdır. Hansı olar? 137, 147. Sonu 7 ilə bitənlər buradadır. 157 götürə bilmərik. 7-nin üstünə 7 gəlsək 4, 14, bir yaddamız. 3-ün üstünə 4, 7, 1 də 8, 2, 284. Cavabımız olur D bəndi. Keçirik dördüncü sualımıza. Baxın uşaqlar dördüncü sualımıza. Olarsa bu ulduz üçbucaq kvadratın cəmini tapmalıyıq. 118 ilə 205-i toplayırıq. Neçə eləyər? 325. 118 ilə 125-i toplayırıq. Neçə eləyər? 243. 115 ilə 116-nı toplayırıq. 234. Baxın, indi nə edirik? Toplayırıq. 5-in üstünə 3 gəldik 8, 8-in üstünə 4 gəldik 12. 2 yazırıq 1 yadda. 4-ün üstünə 2, 6, 6-ın üstünə 3, 9, 9-un üstünə 1, 10, bir dənə də 0 yazırıq 1 yadda. 3-ün üstünə 2, 5, 5-in üstünə 2, 7, 7-nin üstünə 1, 8. Cavabımız oldu C bəndi 802. Baxırıq 5-ci sualımıza. 5-ci sualımızda deyir ki, 246 ilə 328-dən sonraki ən kiçik tək ədədin cəmini tapın. 246 ilə baxaq 246 toplamalıyıq. Neçə? 328-dən sonra tək ədəd hansı olur? 329. Toplasaq neçə olur? 6-nın üstünə 9 gəlsək 15, 5 yazırıq 1 yadda. 4-ün üstünə 2 gəlsək 6, 1 də 7, 3-ün də üstünə 2, 5. 575. Cavabımız olur C bəndi. Keçirik 6-cı sualımıza. Baxağın uşaqlar 6-cı sualımıza. Nə deyir? Ulduzların yerinə yazılacaq ədədlərin hasilini tapın. 3-ün üstünə neçə, 7-nin üstünə neçə gəlsək 13 edir. Əlbəttə ki, 6 gəlsək 13 edir. Burada baxın, 243 üstə gələk 100, ortada ulduz şəkili var. 8-in üstünə 3 gəlsək 11, 1 yazılıb, 1 yaddamız var. 4, 1 də yaddamız 5. Burada nədir? 6. Demək, bu neçə ola bilər? 1. Baxırıq, 2, 6, üstə gəlib 347. 6 üstə 7 gəldik 13, 1 yaddamız var. 4, 1 də yaddamız 5. 9-dan 5 çıxsaq neçə qalır? 4. Demək burada neçədir? 4. 6-nı 1-ə vururuq. 6. 4-ə vururuq. 24. Cavabımız olur B bəndi 24. Baxağın 7-ci sualımıza baxırıq uşaqlar. A 118 üstə gəlir 145 olarsa, B 243 üstə gəlir 118 olarsa, A ilə B-ni tapmalıyıq. 118-in üstünə 145 gəlsək neçə eləyir? 263. 243-ün üstünə 118 gəlsək 361. Toplasaq 3-ün üstünə 1 gəlsək 4. 6-ın üstünə 6 gəlsək 12. 2 yazırıq 1 yadda. 3-ün üstünə 2, 5. 1 də yadda 6. 624. Cavabımız olur D bəndi. Keçirik 8-ci sualımıza. 8-ci sualımızda deyir ki, 115 vahid artan ardıcıllıqla düzülmüş ardıcıllığın ikinci həddi 235 olarsa, bu ardıcıllığın 5-ci həddi. İkinci həddi 235-dir. Üçüncü həddi neçə olar? 350 olar. Dördüncü həddi neçə olar? 465 olar. Beşinci həddi neçə olar? 580 olar. Çünki nədir? 115 115 artıbdır. Cavabımız nə oldu? D bəndi 580.
Keçirik 9-cu sualımıza. Baxaq 9-cu sualımıza. 126 üstə gələk 365 neçə eləyər? 491 eləyər. Burada nədir? 491 yazırıq yerinə. 491-in üstünə 117 gəlsək neçə edər? 608 edər. Yazırıq burada 608-i yerinə. 608-in üstünə 289 gəlsək neçə edər? 897 edər. Cavabımız olur D bəndi 897. Baxırıq 10-cu sualımıza. Baxaq uşaqlar 10-cu sualımıza. Mağazada birinci gün 129. İkinci gün 317. Üçüncü gün isə iki günün cəmindən 38 kiloqram çox alma satıldı. Mağazada 3 günə nə qədər alma satıldı? Baxağın 2 günü toplayağın. 9-un üstünə 6 gəlsək, 7 gəlsək neçə eləyər? 16, bir yadda. 2-nin üstünə 1 gəlsək 3, bir də yadda 4. 3-ün üstünə 1 gəlsək 4. 446. İndi nə edirik? 446-nın da üstünə 38 gəlirik ki, 3 günə nə qədər alma satıldı. 6-nın üstünə 8 gəlsək neçə eləyər? 14. 4 yazırıq bir yadda. 3-ün üstünə 4 gəlsək 7, bir də yadda 8. 4 də gəlir yerinə. 484 cavabımız olur. A bəndi 484. Baxırıq 11-ci sualımıza. Baxaq uşaqlar 11-ci sualımıza. 113 128-dən toplanır. Neçə eləyər? 8-in üstünə 3 gəlsək 11, 1 yazırıq bir yadda. 2-nin üstünə 1, 3, bir də yadda 4, bir də 1, 2, 241. 128 ilə 109-u toplayırıq. Neçə eləyir? 237. 241 ilə 237-ni toplamalıyıq. Neçə eləyir? 478. Cavabımız olur D bəndi. 478. Baxağın 12-ci, sonuncu sualımıza. Yüzlüklər 1, 2, 3. 3'dür. 1, 2, 4, 6, 8. 8 də təhlikdir. Toplamadır. Bir yüzlük. 1, 2, 4, 6. 6'da yazırıq. Neçə oldu? 318 toplanıb 116. Neçə eləyər? 8-in üstünə 6 gəlsək. 14, 4 yazırıq bir yadda. 1-in üstünə 1, 2, bir də yadda 3. 3-ün üstünə də 1, 4. 434. Cavabımız olur D bəndi. 434. Əziz dostlar, bu günlük bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.